Hər kəs salam. Bu günləri sizə toyuq necə doğranılır onu göstərəcəm. Bəziləri var hardan gəldi doğrayır. Pişirəndə də deyirlər ki, niyə toyuq balacalaşdı. Diqqətlə baxın videoya və siz də bundan sonra doğrayın toyuğu. Pampersini sarılır toyuğun, bıçağı. Və izlədinsə takip atmadan keçmə. Broiler toyuqlarda da əsas odur ki, dərisini çıxarın. Bəziləri deyir ki, dadı dərisində olur, amma dərisi çox ziyan olduğuna görə lazımlı deyil. Çıxarın, atın çöldəki heyvanlar. Bu necə doğranılır onu göstərəcəm. Buradan kəsdi hamısını. Baxın, tən ortada. Bu qırmızı, qara şeylərin yun get. Hər tipimiz elədir. Bax, özüm keçdiyi bu dibiyə. Baxın, dibidən giririk. Biri hazır bu dibinin üzərli qanadları. Buradan belə yavaş-yavaş gəlir, qıraqdan. Bu qədər saldır. Bunu kəsirik. Baxın, yarıya böldük, düz deyil, 3 yerə böldük. İzlədinsə takip atmadan keçmə. Unutma.